Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Yeni bir mənzil seçib sizə təqdim edirəm. Bu dəfə çəkilişimiz Biləcəri qəsəbəsindədir. Bu mənzil 5 otaq olub, 4 otağa düzəlib. Hal-hazırda olduğumuz otaq 2 otaq arası açılıb, 1 otaq düzəldilib. Şəxsi təmirli mənzildir, 5 mərtəbəli KEF proyektli daş binadır. Mənzil isə orta mərtəbədə, 3-cü mərtəbədə yerləşir. Pəncərələrin qarşısı mərmərlə yığılıb. Qeyd edim ki, şəxsi təmir olunmuş bir mənzil dostlar. Çox keyfiyyətli işlər görülüb. Evin isitmə sistemi kombidir. Soyutma sistemi kondisionerdir. Əşyalar qiymətə daxil deyil. Bəzi əşyaları ev sahibləri danışıb razılaşa bilərsiniz. Məsəl üçün kondisionerdən söhbət gedir. Keçək digər otaqları sizə təqdim edim. Dostlar, bura mənzilimizin giriş qapısıdır. Bu otağı sizə təqdim etdim. Qonaq otağıdır. Demək, girişdən solda yerləşir mənzilimizin yataq otağı. Qeyd etdiyim kimi 5 otaqdan 4 otağa düzəlib. Tam yel çəkən bir mənzildir. Kupça əldədir. Kupçada 127 kvadrat qeyd olunub. Çox gözəl bir mənzildir. Burada yerləşir mənzilimizin böyük yataq otağı. Burada mətbəxi yerləşir. Həm mətbəxdən, həm də digər otaqdan eyvana çıxışı var. Az sonra sizə eyvanı çəkib təqdim edəcəm. Gözəl panoraması var. Burada yerləşir sanitar qovşağı, sanuzeli ayrı-ayrılıqdadır. Mənzilin isitmə sistemi kombidir. Kombi də bura yerləşdirilib. Çox kompaktlı bir mənzildir. Bu hissədə yerləşir sanuzel və mənzilimizin növbəti otağıdır. Bu otaq qardirob kimi nəzərdə tutulub, amma siz istəyə görə dəyişə bilərsiniz. Yataq otağı kimi istifadə edə bilərsiniz. Və mənzilimizin eyvanı. Burada da şkaf yığdırılıb. Pəncərələrin qarşısı mərmərli qeyd etdiyim kimi, həm də mətbəxdən bura çıxış var. Və mənzilimizin panoramasını sizə təqdim edim dostlar. Baxın, çox gözəl bir panoraması var. Avtovağzal, Sulutəpə, Bakı-Sumqayıt yolu. Çox ürəkaçan bir panoraması var. Ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın dostlar. Sizin də satışdan mülkünüz varsa müraciət edin. Bugünlük bu qədər, sağ olun.